gününüzü ayırmışsınız, gəlmişsiniz bura müsabiqəni izləməyə. Qısaca özümü təqdim edeyim. Deməli, Sezar Allahverdiyev mənim adım. Bakı Universiteti Hüquq Fakültəsi Məhkəmə Müsabiqə Cəmiyyətində baş koordinatoram. Bizim Məhkəmə Müsabiqə Cəmiyyətinin fəaliyyəti barədə çox qısaca desəm, MUT kortların təşkil olunmasıyla məşğuluq və il ərzində 3 müxtəlif müsabiqə həyata keçiririk. Elə bunlardan biri də Xoyski mediasiya müsabiqəsi, hansı ki, bu ildə ilk müsabiqəmiz bu oldu. Hansı ki, burada da əsas məqsədimiz, yəni tələbələri mübahisələrin alternativ həll üsullarla tanış eləməkdir. Əlavə olaraq, belə deyək də, mutinq bacarıqlarını inkişaf etdirməkdir ki, gələcəkdə vəkil kimi, mediator kimi fəaliyyət göstərəndə daha bacarıqlı və təcrübəli olsunlar. Amma bu Xoyski mediasiya müsabiqəsi dediyim kimi daha böyük bir ekosistemin kiçik bir parçasıdır. Hansı ki, dediyim kimi biz Məhkəmə Müsabiqə Cəmiyyəti də Tələbə Elmi Cəmiyyətinin nəzdində yerləşir və bizdə Tələbə Elmi Cəmiyyətində hüquq jurnalı da var, gənc hüquq alimləri araşdırma yardımçı layihəmiz var, hüquq müzakirə forumlarımız var, hansı ki, hər həftə müxtəlif hüquqi mövzularda müzakirələr aparılır. Biri də elə Məhkəmə Müsabiqə Cəmiyyətidir. Burada da Xoyski mediasiya müsabiqəsi, Topçubaşov arbitraj müsabiqəsi və Topçubaşov məhkəmə müsabiqəsi keçirilir, hansı ki, bu da konstitusiya icraatı qaydasındadır. Belə sözü çox uzatmadan hər kəsə təşəkkür edirəm bura gələnlərə. Xüsusən bu müsabiqənin həyata keçirilməsi üçün bizlə partnyorluq edən, bizə dəstək göstərən 15 saylı mediasiya təşkilatına, 18 saylı mediasiya təşkilatına, 10 saylı mediasiya təşkilatına, SM hüquq firmasına, eyni zamanda Azem Partnersə hər birinə dərin minnətdarlığımı bildirirəm ki, bizə dəstək oldunuz bu yolda. Eyni zamanda Nadir bəyə xüsusi təşəkkürlərimi edirəm ki, bugün fəxri qonaq qismində gəldi və nitq deməyi də qəbul etdi. Komandalara da uğurlar arzu edirəm. Yəni, düşünürəm ki, artıq final mərhələsinə gəliblərsə, həqiqətən çox maraqlı təcrübə olub və buradakı nəticədən asılı olmayaraq məğlub olan məncə yoxdur. Burada hər kəs qazanıb. Sözü çox uzatmadan komandaları dəvət edə bilərik. Gəlsinlər yerlərinə, müsabiqəyə başlayaq. Təşəkkürlər. Sizin işiniz üzrə təyin olunmuş mediatoram və kommersiya mübahisələri üzrə bir neçə illik təcrübəm var, mediasiya təcrübəm var və ümid edirəm ki, sizin də bu mübahisənizdə faydalı mediator olaraq sizə hansısa bir töhfəm dəyəcək. Könüllü gəlmişsiniz mediasiya, kommersiya mübahisələri üzrə dövlət təşviqli mediasiya tələbinin aradan qaldırmasına baxmayaraq məhkəməyə getmək üçün siz könüllü olaraq mediasiya xidmətindən yararlanmaq istəmişsiniz. Mən bunu yüksək qiymətləndirirəm və əslində sizi təbrik edirəm, çünki mediasiyada belə bir təcrübə var, belə bir deyim var ki, könüllü tərəflər əgər könüllü mediasiyaya gəlirsə, 90-95% hallarda bu proses barışıqla yekunlaşır. Ona görə əslində elə əvvəlcədən sizi təbrik edirəm və inanıram ki, sizin də mediasiya qarşılıqlı razılaşma ilə, barışıq sazişi ilə yekunlaşacaq. Bir qayda olaraq könüllü mediasiyada biz ilkin mediasiya sessiyası, yəni məlumatlandırma sessiyası etmirik, amma hər bir halda yaxşı olar ki, sizin də məlumatınız olsun ki, mediasiya mübahisələrin məhkəməyə getmədən danışıqlar yolu ilə həlli üçün bir vasitədir, bir mexanizmdir və ən böyük avantajı əslində birincisi məxfilikdir. Baxın, sizin bütün mübahisə ilə bağlı bütün detallar, bütün sirləriniz, bütün maraqlarınız və bir-birinizə edəcəyiniz güzəştlər falan hamısı burada qalır. Kənarda heç bir, belə deyək, cəmiyyətdə, digər dairələrdə məlumat olmayacaq ki, hətta sizin aranızda bir mübahisə olub. Məhkəmədən, digər həll vasitələrindən üstünlüyü də budur ki, siz kənarda digər şəxslərin, cəmiyyətin, digər orqanların və s. məlumatı yoxdur ki, sizin aranızda mübahisə var və siz gəlmişsiniz, burada bunu həll edirsiniz. Ən böyük avantajlarından biri budur, yəni kommersiya qurumları üçün verdiyi dəyərlərdən biri budur. Və digər bir dəyər odur ki, sizin işinizdə hər hansı üçüncü bir şəxs, məsəl üçün, məhkəmədə hakim əgər qərar verəcək, biriniz udacaqsınız, biriniz udacaqsınız, biriniz razı qalacaqsınız, biriniz narazı qalacaqsınız. Burada belə bir şey yoxdur. Burada qərarı siz özünüz verirsiniz və mən mediator olaraq
hər ikinizə qarşı, yəni təsdiq edə bilərsiniz ki, sizlə bir tanışlığım, əlaqəm və s. yoxdur. Hər ikinizə qarşı eyni mövqedəyəm. Mən sadəcə sizin aranızda olan bu danışığı təşkil edəcəm və qərarı siz özünüz verəcəksiniz. Qərarı özünüz verdiyiniz üçün hər iki tərəfin maraqları təmin olunacaq. Burada narazı qalan tərəf olmayacaq. Hər ikiniz, belə deyək, bu prosesdən razı qalacaqsınız. İndi mən sözü vermək istəyirəm. Adətən sifarişçi tərəf, iddiaçı tərəf deməli, başlayır nitqə. Mən həm sizi tanımaq istəyirəm və bir də sizin işinizi daha dərindən öyrənməyim üçün istəyərdim ki, tələblərinizi, işin qısa hallarını bir məruzə edəsiniz, mən də tanış olum. İddiaçı tərəf. İlkin olaraq özümü təqdim edim. Mən Yusuf Əhmədov, Express Courier şirkətinin icraçı direktoruyam. Sizə bizim mediasiya ilə bağlı təşəbbüsümüzə müsbət şəkildə cavab verdiyinizə görə öz minnətdarlığımı bildirir və bugün aparılacaq danışıqlar nəticəsində buradan iki əməkdaşlığını davam etdirəcək şirkət kimi ayrılacağımızı ümid edirəm. İlkin olaraq məsələnin xülasəsini bildirmək istərdim. Tərəflər arasında 2023-cü ilin sentyabr ayında çatdırılma xidməti müqaviləsi bağlanmışdı. Bu müqaviləyə əsasən tərəflər Express Courierin Meqadoqun xeyrinə çatdırma hərəkətinin həyata keçirilməsini razılaşdırmışlar. Bunun müqabilində isə Meqadoq bizim xeyrimizə hər sifariş başına 16%lik komissiya haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Əlavə olaraq qeyd etmək istəyirəm ki, çatdırılmalar bizim platformamız vasitəsilə həyata keçirilirdi. Yəni, sifarişlər bizim platformamızdan qəbul olunurdu. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müqavilənin bir bəndi də ekskluzivlik qaydası ilə bağlı idi. Bu qaydaya əsasən Meqadoq başqa çatdırma xidmətləri ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməkdən çəkinmək öhdəliyini öz üzərinə götürmüşdür. Bundan sonra qeyd etmək istəyirəm ki, aramızda olan əməkdaşlıq münasibətlərinin ilk 6 ay ərzində bizim tərəfimizdən hər hansısa bir qüsura yol verilməmiş və öhdəliklərimiz qüsursuz şəkildə həyata keçirilmişdir. Sadəcə bundan sonra müəyyən anlaşılmazlıqlar yaranmış və kiçik problemlərə səbəb olmuşdur. Əlavə olaraq qeyd etmək istəyirəm ki, 2024-cü ilin yanvar ayında bizim aramızda əlavə razılaşmaya əldə olunmuşdur. Bu razılaşmaya əsasən 12 aya münasibətdə hədəf sifariş məbləği müəyyən olunmuşdur. Bu sifariş məbləği 1.200.000 manat kimi müəyyənləşdirilmişdir. Deməli, bu 12 aylıq müddətin axımının da 2023-cü ilin sentyabr ayından başlanması nəzərdən tutulmuşdur. Bu sözü gedən 12 aylıq müddətin ilk 8 ayında bizim tərəfimizdən müəyyən edilmiş hədəfin 48%-nə nail olmuşdur. Və bu siz tərəfinizdən müəyyən narazıçılıqlara səbəb olmuş və siz bildirmişsiniz ki, bizim hədəfə çatmamıza dair müəyyən şübhələr yaranır. Bundan sonra qalan 4 hissənin tamamında bizim tərəfimizdən müəyyənləşdirilmiş hədəfin 81%-nə nail olmuşdur və siz bildirmişsiniz ki, biz 16%lik komissiyanın 10%-ə endirmək istəyirik və bu da əlbəttə ki, bizim tərəfimizdən bir mənalı qarşılanmamışdır. Və 2024-cü ilin oktyabr ayında siz artıq başqa çatdırılma xidmətləri ilə məşğul olan şirkət, yəni Speedy Delivery ilə müqavilə bağladınız. Əlbəttə ki, bu da bizim tərəfimizdən çox da müsbət bir hal kimi qarşılanmadı. Buna cavab olaraq biz 2024-cü ilin oktyabr ayının 8-də sizə pretenziya ünvanladıq. Bu pretenziyanın məzmunu nədən ibarət idi? Biz sizə bildirdik ki, siz tərəfindən belə bir addımın atılması bizim mənfəətlərimizin 20% məbləğində azalmasına səbəb olur. Və əlavə olaraq belə bir əməkdaşlığın davam edəcəyi təqdirdə bizim tərəfimizdən 30%lik dəbbə pulu qaydasının tətbiq ediləcəyini sizə bildirdik. Məsələdən irəli gələn digər faktları və mübahisədən irəli gələn tərəf və maraqlarımızı bildirilməsi üçün sözü şirkətimizin hüquq departamentinin rəhbəri Murad İskəndərə vermək istəyirəm. Mən də əvvəla hörmətli mediatorumuzu və qarşı tərəfin nümayəndəni salamlamaq istəyirəm. Mən Murad İskəndər, şirkətimizin hüquq departamentinin rəhbəri olaraq vacib bir məsələyə toxunmaq istəyirdim. Bizim əvvəlki danışıqlarımız əsasında sizdən müqaviləyə xitam verilməsi barədə bir bildiriş gəldi. Biz müqavilənin özünə də belə bir bənd əlavə etmişdik ki, müqavilə bitmə müddətinə 6 ay qalmış, yalnız 6 ay qalmış xitam verilə bilər. Əks təqdirdə tərəflər əldən çıxmış fayda və bütün zərəri ödəməlidir. İndi bizim də özümüzə görə, sizin də özünüzə görə fərqli bir zərər hesablamaları çıxa bilər və biz bu məbləği, yəni belə ortaq razılaşdıra bilməsək, məcbur məhkəməyə getməli olacaq. Lakin hörmətli mediatorumuzun da qeyd elədiyi kimi, yəni burada
biz məhkəmədən çox öz qarşılıqlı maraqlarımızı nəzərə alaraq, yəni yalnız qanunverici müstəvisindən deyil, gələcək mənfəətlərimizi nəzərə alaraq bu zərərləri də, həmçinin digər təklifləri də qarşılıqlı müzakirə etməyə açığıq. Bizim maraqlarımız əlbəttə mediasiyaya gəlmişiksə, münasibətlərimizi daha sağlam şəkildə davam etdirməkdir. O cümlədən ən ümdə marağımız komissiya faizinin 16%, yəni sabit məbləğdə saxlanmasıdır. Yenə də biz bu komissiya faizi ilə bağlı əlavə başqa təkliflərə açığıq. Həmçinin ekskluzivlik bəndi ilə bağlı qeyd etmək istərdim ki, ekskluzivlik məsələsi bizim üçün həqiqətən bir narahatlıq yaradır. Çünki bu bizim istər-istəməz ilk növbədə işgüzarlığımız üçün təhlükədir. Çünki yəni hamı bizi onunla tanıyıb, sizin məhsullarınızı şəhərin müxtəlif istiqamətlərinə biz çatdırırıq. Çünki sizin 15 filialınız var və biz bütün filiallarınızın münasibətdə kuryer fəaliyyəti göstəririk. Həmçinin bu sui-istifadə hallarına yol aça bilər. Belə ki, biz digər əməkdaşlarımızla da oxşar şərtlərlə müqavilələr bağlayırıq və əgər digər əməkdaşlarımızla hər hansı bir şirkətin bu ekskluzivlik qaydasını pozacağını görsələr, onlar tərəfindən də bu şərtdən yayma halları artması müşahidə oluna bilər. Digər məsələ biz fikirləşirik ki, dəbə pulu ilə bağlıdır. Hansını ki, biz müqavilədə şərtləşdirsək də, hansı hallara tutulacağı barədə dəqiq razılığa gəlməmişdik. Çünki dəbə pulu bildiyimiz kimi müqavilənin icra olmasının təminatı vasitəsi kimi çıxış edir və onu qeyd etmək istərdim ki, mülki qanunvericilikdə müəyyən olunmuşdur ki, öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu belə bir hərəkətin edildiyi anlam tutulmalıdır. Yəni, biz də müqavilə münasibətdən nəzər yetirdikdə belə bir hərəkətdən çəkinmə halının hesab edirik ki, ekskluzivlik və müqavilənin düzgün icrası şərtlərinin irəli gəldiyini görürük. Lakin biz istərdik ki, bunu da hər iki tərəfə sərfəli qaydada razılaşdıraq və mümkün olarsa gələcək müqavilələr üçün dəqiqləşdirək. Lakin biz bütün bunlardan da əvvəl istərdik ki, sizin müqavilənin icrası ilə bağlı narahatlıqlarınızı öyrənək ki, mümkün həll variantlarından ən uyğununu seçək və danışaq. Murad bəy, təşəkkür edirəm, ətraflı məlumat verdiniz səhərkiniz. Biz tələblərimizi konkretləşdirə bilərikmi? Bugün hansı tələblərlə gəlmişik? Bəli. Bizim tələblərimiz komissiya faizinin sabit saxlanmasından yanadır. Həmçinin ekskluzivlik şərtinin detallı müzakirəsi. Çünki bizim bir neçə həll variantlarımız var. Biz tərəfin maraqlarını öyrəndikdən sonra daha uyğun, daha konkret bir təkliflə çıxış etmək istəyirik. Həmçinin dəbbə pulu məsələsinin razılaşdırılması. Dəbbə pulunun aradan qaldırılmasını həll olması məsələnin müzakirələr əsasında. Belə deyil. Çünki biz həm əvvəlki narahatlıqlarımızla, həm də gələcək münasibətlərimizlə bağlı bir şərtlərə razılaşacağıq. Yəni bu dəbbə pulunu hansı məsələyə münasibətdə istifadə etməyə artıq hesab edirik ki, müzakirələrin gedişində yəni konkretləşdirirsiniz. Çox sağ olun. Buyurun, tələblə bağlı. Hörmətli mediator və qarşı tərəf, ilk öncə hər birinizi salamlayıram və mediası təklifi üçün də təşəkkürümüzü bildiririk. Özümü təqdim edim, mən Xədicə İmanova, Meqadot Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi çıxış edirəm. Bildiyiniz kimi, Azərbaycanda ən nüfuzlu və böyük fast food restoran şəbəkələrindən biri və əsas məqsədimiz, niyyətimiz müştərilərimizə layiqincə xidmət göstərməkdir. Və məhz bugün bunun üçün buradayıq. Ümid edirik ki, mediası prosesində qarşılıqlı faydalı əməkdaşlıqla uğurla nəticələnər. Mən qarşı tərəfin xülasəsini qeyd etdim. Ümumi olaraq razıyıq təbii ki. Sadəcə olaraq diqqətinizə bir sıra nüansları çatdırmaq istəyirik. İlk öncə qeyd etmək istəyirik ki, bizim əməkdaşlığımız ilk illərindən etibarən, yəni ilk aylarından etibarən məqsədyönlü və uğurlu şəkildə davam etmişdir. Lakin 2024-cü ilin mart ayından etibarən kiçik problemlər də qeyd etdilər. Lakin çox ciddi gecikmələrə, yəni ekspres kuryer tərəfindən çatdırılmalarda çox ciddi gecikmələrə və keyfiyyət problemləri yaranmışdır. Bu məsələ bizi narahat edən ən önəmli məsələlərdən biridir. Hansı ki, kuryerlər sifarişləri çatdıran zaman vaxtında deyil də çox gec və yaxud da ki, soyuq şəkildə qidaları zədələnmiş şəkildə çatdırmışdılar. Və biz bununla bağlı narazılığımızı bildirmişdik. Bilirsiniz ki, fast food şəbəkələr, yəni restoran şəbəkəsi olaraq ən böyük, belə deyim, prinsipimiz sürət və keyfiyyət prinsipidir. Bu da təbii ki, bu yaşanan hallarda bizim bu prinsiplərimizə kifayət qədər ziddir.
Və digər bir nüans onu qeyd etmək istəyirəm ki, bizim bağladığımız əlavə müqaviləyə əsasən artıq Ekspres Kuryer öz üzərinə 1.200.000 manat məbləğində öhdəlik götürmüşdür. Hansı ki, bu öhdəlik sifarişlərin qəbul edilməsi və çatdırılmasından ibarət idi. Lakin müqavilə bitməsinə 4 ay qalmış, artıq biz gördük ki, sadəcə olaraq satış hədəfinin 48% yerinə yetirilib. Və təəssüflə qarşıladıq bu halı və narazılığımızı bir qədər bildirdik və həmçinin bizim artıq şübhəmiz yaranmışdı ki, necə ki, yəni 8 ay ərzində artıq 48% həll olunubsa, artıq 4 ay içində belə deyim, qalan faizi necə həll edəcəklər, tamamlayacaqlar. Və təbii ki, bunu bildirdik, lakin qarşı tərəf bizə vəd verdi və qeyd etdi ki, müqaviləni tamamlandıqda artıq biz satış hədəfimizi tamamlayacağıq. Lakin təəssüf ki, 81% sadəcə tamamlandı. Bu da təbii ki, bizim illik gəlirimizin aşağı düşməsinə, hesabatlarımızın belə deyək də səhv çıxmasına səbəb oldu. Çatdırılma şirkətlərinə, yəni eksklüzivlə bağlı da onu bildirmək istəyirəm ki, biz digər bir çatdırılma şirkətindən anlaşma bağlamışıq, müqavilə bağlamışıq. Lakin bunun da özümüzə görə səbəblərimiz var. Yəni biz belə deyim, duran yerdə bunu həyata keçirməmişik. Belə ki, bizdə bir şirkətik və hər bir şirkət və mən də şirkət rəhbəri olaraq öz şirkətimin mənafeyini, gələcəyini fikirləşmək məcburiyyətindəyim. Və artıq ciddi gecikmələrə, artıq məhsulların çatdırılmasında keyfiyyət problemlərinə yol verildikdə bizim həm işgüzar nüfuzumuz aşağı düşməyə başladı, həm bir çox sosial media hesablarından biz müştərilərimiz tərəfindən, həmçinin davamlı müştərilərimiz tərəfindən də çoxsaylı şikayətlərə məruz qaldıq. Yəni bunun niyə belə bir hal yaşandığını, yəni bizdən belə bir halın gözlənmədiyini bizə bildirdilər. Biz bununla bağlı öz təəssüfimizi keçirdik, çünki biz yəni nüfuzlu bir restoran şəbəkəsiyik və belə bir halın yaşanmasını təbii ki, istəməzdik. Yəni Spirit Delivery şirkəti ilə çatdırılma müqaviləsi bağlamamızın səbəbi də ondan ibarətdir ki, biz əvvəlki müştəri məmnuniyyətimizi qazanmağa çalışırıq və bu ciddi gecikmələrin və keyfiyyət problemlərinin səbəb olduğu digər bir əsas nöqtədə diqqətinizi cəlb etmək istəyirəm ki, bizim satışlarımızın kəskin şəkildə aşağı düşməsidir. Və ona görə də mən artıq şirkətimin gələcəyini fikirləşmək məcburiyyətində idim və buna görə də digər bir çatdırılma şirkəti ilə müqavilə bağlayaraq həmin o itirdiyim, belə deyim, satışları bərpa etməyə çalışdıq. Yəni demək istədiklərim bu qədərdir. Aydınlaşdırılmalı olan məsələləri aydınlaşdırarıq. Təşəkkürümü bildirəm, istəyirəm sözü təmsilçimə verim. Mən də hər birinizi salamlayıram, mediator və qarşı tərəf. Mən xanım Sengulyeva, bugün burada Xədicə İmanovanın təmsilçisi olaraq çıxış edəcəm. İlk olaraq, ümumiyyətlə, qarşı tərəfin müəyyən irəli sürən fikirləri oldu ki, ümumiyyətlə, müəyyən gecikmələr olub. Ümumiyyətlə, oktyabr ayında biz Spirit Delivery şirkətinin, digər çatdırma şirkətinə əməkdaşlıq etmişik, bu öhdəliyin pozulmasıdır. Yəni, biz əslində bunu öz mövqeyimizdən əsaslandırmaq istərdim ilk öncə. Ümumiyyətlə, belə deyək də, mülki məcəllədə də bu öz əksini tapır ki, mülki məcəllənin 441-ci maddəsinə görə müqavilədə tərəflər öz öhdəliklərini qarşılıqlı şəkildə icra etməlidirlər. Və məlum məsələdir ki, hələ sentyabr ayına qədər, yəni özünüz də etiraf etdiniz ki, ilk aylarda mart ayına qədər münasibətlər normal şəkildə davam etsə də, ondan sonra həqiqətən də gecikmələr müşahidə olundu. Yəni, bizim sifarişimin də qeyd etdiyi kimi sifarişlər azaldı, yəni müştəridə şikayətlər daxil oldu və restoranlar şəbəkəsi gəlin qəbul edək ki, bu da işgüzar nüfuzun aşağı düşməsi səbəbi oldu, həm də satışların azalması səbəbi olmuşdu. Yəni, bu əslində hətta qarşı tərəf, yəni bizim tərəfimizdən sizə müraciət də olundu ki, yəni ki, bu halda yəni həm bu şikayətlər var, həm satış hədəf tamamlanmayıb və hətta dedik komissiya haqqını azaldaq, lakin siz dediniz ki, bizə vəd verdiniz ki, xeyr, yəni ki, biz çatdıracağıq hədəfi və yəni öhdəliklər tam şəkildə icra olunacaq. Və yenə qeyd etdiyim kimi, əgər mülki məcəlləyə görə, əgər müqavilə tərəflərindən biri öhdəliyini tam şəkildə icra etmirsə, digər tərəf də öz öhdəliyinin icrasından çəkinə bilər. Və məsələ burasındadır ki, oktyabr ayında artıq müddət tamam olanda həm 19% satış hədəfi tamamlanmamışdı, həm də bütün bu gecikmələr və keyfiyyət problemləri aşkar olduğuna görə artıq restoran da öz nüfuzunu qorumaq və məqsədi ilə oktyabr ayında digər çatdırılma şirkətinə müqavilə bağlamağa məcbur oldu. Çünki artıq dediyim kimi çox uzun müddət idi ki, bu cür münasibətlər davam edirdi. Digər məsələ də dəbə-pulla bağlı da dediniz, ortaq razılığa gələrik. Bəli, yəni dəbə-pulu biz də razıyıq ki, konkret bundan sonraki müqavilə münasibətlərində əgər ki, eyni şəkildə problemlər davam etsə, biz artıq konkret bir miqdar müəyyən edək və elə yəni müəyyən olunsun sanksiyalar.
İndi təkliflərimizi istərdim vurğulayım. Yəni təkliflərə keçməzdən əvvəl tərəfin tələbləri sizə tam aydındır? Bəli. Tam aydındır. Və işin faktiki hallarla bağlı başqa bir mübahisə Münasibət bildirmək istərdim. Münasibət bildirəcək. Gəlin belə danışaq. Mediasiyada və xüsusilə könüllü mediasiyada qarşı-qarşıya əyləşməyinizə baxmayaraq və belə deyək, öz tələblərinizi ilkin mərhələdə səsləndirməyinizə baxmayaraq, bizim növbəti mərhələmiz, siz elə təsəvvür edirsiniz ki, siz hər iki tərəf eyni hissədə əyləşib və problemi qarşısına qoyub onu həll edir. Yəni, qarşı-qarşıya yox, eyni mövqedə əyləşib, sizin qarşınızdakı qarşı tərəf deyil, sizin probleminizdir. Mən belə başa düşdüm ki, hər iki tərəf işin konkret bir neçə detalı var ki, onu müzakirə yolu ilə mediasiyada həll etməkdə maraqlıdır. Biz sizə tam mediasiya xidmətləri ilə bağlı müqavilə imzalatmışdıq və xidmət haqqını da dəqiqləşdirmişik. İndi biz tam mediasiya sessiyasına belə deyək, artıq keçmiş sayılırıq. Xidmət haqqının bölüşdürülməsi ilə bağlı bir qayda olaraq tərəflər bərabər şəkildə ödəyir. Bu qayda ilə bağlı bir istisna falan yoxdur ki, razısınız xidmət haqqında olsun. Tamam. Biz tam mediasiya sessiyasına keçirik və burada belə deyək, hər bir tərəfin təklifi və güzəşti müzakirə olunacaq və əgər ehtiyac duyacağınız təqdirdə biz sizinlə təkbətək də görüşlər keçirəcəyik. Hansısa maraqları qarşı tərəfə çatdırmaq istəmirsinizsə, hələlik istəmirsinizsə və sizin hansısa belə deyək, zəif tərəfləriniz, qorxularınız və s. belə bir şeylər varsa, biz təkbətək görüşlərdə də bunu müzakirə edə bilərik və bir qayda olaraq təkbətək görüşlərin bütün dialoqu siz razı olmadıqca qarşı tərəfə çatdırılmır. Bu da məxfiliyin bir detaldır mediasiyada. Əgər etiraz eləmirsinizsə, biz elə bu vəziyyətdə birgə görüş şəklində sizin təkliflərinizi dinləyək və növbəti mərhələyə qədəm qoymuş olaq. Buyurun, onda təkliflərinizi səsləndirin, qarşı tərəfin tələblərinə bağlı nəyi, necə həll etmək istəyirsiniz? İlk öncə komissiya haqqından təklif vermişdiniz ki, 16%-də qalsın. Komissiya haqqının bundan sonraki 5 ay ərzində də, yəni müqavilənin bitməsinə qədərki müddət ərzində 16%-də qalmasıyla bağlı razıyıq. Ancaq bizim də belə bir şərtimiz var ki, yəni əvvəlki aylarda olduğu qədər gecikmələr və digər problemlər aşkarlanmasın. Əgər belə bir problemlər aşkarlanarsa, onda biz də hər sifariş üçün, yəni müəyyən edəcəyimiz dəbə pulu tutacağıq. Hətta komissiya haqqının da azaldılmasına bağlı da yəni razılaşa bilərik. Yəni ancaq dediyim kimi öhdəliklər icrasını tam şəkildə icra edəcəyiniz təqdirdə komissiya haqqının 16%-də qalmasına razıyıq. Zəhmət olmasa dəbə pulu məsələsini konkret rəqəmlərlə formalaşdıra bilərsiniz. Dəbə pulu razılıq əsasında, yəni siz 30% demişdiniz. Bəli. Amma bundan sonraki münasibətlərdə məncə biz 15% dəbə puluna razılaşa bilərik. Bir də ki, gecikdirmə halında dediniz ki, komissiya haqqının azaldılması, bunun nə qədər azaldılması nəzərdə tutulur? 10%-ə azaldılmasına bağlı. Biz ilk növbədə bir məsələni aydınlaşdırmaq istəyərdik. Sadəcə əlbəttə əsas təkliflərlə müzakirə edəcəyik. Siz qeyd eləmişdiniz ki, məhsulların zədələnmiş şəkildə çatdırılması problemləri müşahidə olunur. Zəmin olunursa deyə bilərsiniz, bunu necə müəyyənləşdirirsiniz və məhsulların əhəmiyyətli dərəcədə zədələnməsi işlə nəyə nəzərdə tutursunuz? Çünki, məsələn, ən adi həyatımıza misal gətirsək, bəzən olur ki, ərazi deyil ki, məhsulun azı aralanması, onun hardasa bəlkə də zədələnməsi hesab oluna bilər, lakin bu onun yenə də istehlakına maneçilik törətmir. Siz, məsələn, bununla bağlı necə bir problem görmürsünüz? Baxın, mən şirkət rəhbəri olaraq çox saylı şikayətlər aldım. Yəni, mən bunu bildiyimdə sudan, havadan demədim sizə. Sadəcə olaraq bizə müəyyən sosial media hesablarından, Instagramdan, Facebookdan, müxtəlif hesablardan bizə kommentlərdə yazırlar və yaxud da ki, mesaj hissəsində yazırlar ki, məhsullarınız soyuq gəlir, məhsullarınız zədələnmiş gəlir. Halbuki, məsələn, biz o məhsulları, qidaları, tam təminat verə bilərəm ki,
yaxşı şəkildə paketləşdirmişdik. Və bunun artıq əsas bizim prioritetimiz müştərilərin istəyidir, məmnuniyyətidir. Artıq onlardan şikayət gəlməyə başlayanda bizim, yəni mən onu sizə deyə bilmərəm, gözümlə görmüşəm. Amma təbii ki, müştərilərin istəyi biznes sahəsində ən önəmli, belə deyim də, prioritetlərdən biridir. Buna görə də deməli, artıq müştərilər şikayətlənirsə, burada nəsə bir problem var. Yəni zədələnmiş şəkildə o deməkdir ki, məsələn, paketlər açıq gələ bilər, cırılmış şəkildə ola bilər. Yəni bu müxtəlif hallar ola bilər. Mən bu halların hamısını necə deyim sizə? Sadəcə olaraq soyuq və zədələnmiş şəkildə olmağı, həmçinin çox gec çatdırılmağı artıq bu faktdır. Aydındır. Həmçinin bizim qaydanın icrası mətnə bağlı bildirmək istədik, çünki digər failin gecikmə ilə bağlıdır. Belə bir situasiya var ki, biz müqavilədə hər nə qədər çatdırılmanın sifariş verildiyi andan 1 saata qədər olmasını nəzərdə tutsaq da, nəzərə alaq ki, burada məhsulu bizim kuryərimizə sizin işçilər təhvil verir və bu müddət özü də qeyri-müəyyəndir. Çünki burada bir yol məsələsi var. Yəni biz el olur ki, filialdan götürsək də daha uzaq ünvanları çatdıra bilirik. Burada bizim kuryerimizə məhsulun verilməsindən bağlı konkret bir nəzərdə tutulmadığından biz öz işçilərimizdə birbaşa olaraq məzəmmət edə bilmirik ki, bu məsafəyə məsələn deyək, niyə belə vaxt apardınız? Çünki onlar bizə deyirlər ki, biz sifarişi nisbətən gec götürdük və yaxud başqa oxşar problemlər. Zəmin olsa buna bağlı münasibətinizi bildirərdiniz və sonra artıq daha dəqiq təkliflərlə çıxış edərdiniz. Yəni qeyd etmişdik ki, müqavilədə bizim sifarişi hazır etməyimizlə bağlı konkret müddət müəyyən olunmuyub. Belədir ki, ümumiyyətlə müəyyən sifariş bizə gəlir, biz sifarişi qəbul edirik və həmin vaxtdan etibarən hazırlanmağa başlanılır və siz bayaq dediniz ki, uzaq məsafə və s. amma 1 saat sizin artıq öhdəliyiniz idi, yəni çatdırmaqla bağlı və orada yəni öz öhdəliyinizi götürmüşdünüz, yəni bununla bağlı. Biz o qeyd etmək istəyirik ki, biz 1 saatı məsələn, yəni əlbəttə biz yəni Bakı və Bakı ətrafı ərazilər üçün xidmət göstəririk, lakin bunun icra məqamının bir qədər müəyyən olmağı yaxşı olar ki, bizim məhsulu sizdən aldığımız andan 1 saat və yaxud biz ola bilər ki, sabit bir 1 saat yox, məsafəyə uyğun nisbi müddət müəyyənləşdirə bilərik. Bundan sonraki müqavilə münasibətlərinə danışa bilərik bundan bağlı. Yəni həm bizim tərəfimizdən sifarişlərin hazırlanması periodu, həm də sizin tərəfinizə çatdırılma ilə bağlı. Bir məsələdə vurğulamaq istəyirəm ki, siz də razılaşarsınız ki, ümumi praktika ondan ibarətdir ki, adətən mənfi kommentlər ümumiyyətcə sadəcə məhsul razı olmayan şəxslər tərəfindən ünvanlanır bir qayda olaraq. Yəni razı olan şəxs çox da özünü yormur ki, gedib komment bildirsin. Sadəcə şəxs məhsul alır, bununla razılaşmır, bu acığını bir növ komment yazaraq bildirmək istəyir. Yəni bunu düşünürəm ki, çox da bizim arxain ola biləcəyimiz bir mənbə kimi qəbul edilməsi düzgün deyil. Yəni sırf kommentlərin məhsullardan yayı gələn problemlərlə bağlı deyə bilərəm ki, kommentləri arxain olmaq düzgün deyil. Bilirsiniz necədir? Ümumiyyətcə, təbii ki, mənfi rəylər olduğu qədər müsbət rəylər də olur. Sadəcə olaraq artıq mənfi rəylərin müsbət rəylərə nisbətən çox olması bizim nəzərə almalı olduğumuz bir şeydir. Yəni siz də şirkətsiz başa düşərsiniz ki, ən əsası müştərilərin istəyidir. Biz onlara xidmət etmək üçün çalışırıq. Ona görə də mənfi rəyləri biz təbii ki, nəzərə almalıyıq. Yəni ola bilər bir dənə oldu, 2 dənə oldu, acıq eləyərək deyirsiniz də yazan şəxslər. Amma təbii ki, həqiqəti deyən şəxslər də olur. Biz onu da nəzərə almalıyıq. Və eyni zamanda da bu bəli, konkret bizim faktımız var ki, bayaq da sifarişimiz qeyd etdik ki, satış həcmi azalıb. Yəni satışlar, sifarişlərin həcmi əhəmiyyətli surətdə azalıb. Bizim tərəfimizə daxil olan satışların həcmi. Satış həcmi ilə bağlı çox maraqlı məsələyə toxundunuz. Biz bayaq işin alanlara qeyd etdik ki, bizim ilk 6 aylıq fəaliyyətimizdən yəni siz də çox razı qalmışdınız. Lakin bu müddətdə maraqlıdır ki, biz sizin qoyduğunuz hədəfin yalnız 48%-ni icra edə bilmişdik. Yəni bunu bir gözə yarı təxmin kimi, məsələn, 1 ilin yarısı üçün nəzərə alsaq, sizcə burada yəni bizim keyfiyyətli çatdırmamızdan savayı, yəni sizin satışların azlığı da problem ola bilərmi? Əgər ilk 6 ayda qeyd etdiniz 48% onsuz da icra olunur, yəni müəyyən müddət 48% icra olunur və ilk 6 ayda əgər münasibətlər normal davam etmişdisə, mən belə deyək də, yəni münasibətlər normal davam edib və bizim tərəfimizə şikayət daxil olmayıbsa, demək ki, sizin də xidmətiniz yaxşı keyfiyyətli səviyyədə olub. Və əgər ki, sırf bundan sonra artıq şikayətlər daxil olub və bizdə satış həcmi azalbsa, demək yenə də eyni şəkildə sizin xidmətlərdəki problemə görə olub. Sadəcə qeyd etmək istədiyim odur ki, yəni burada satış həcmi ilə bağlı bir problem görmürsünüzmü? Çünki bu bizim üçün də maraqlı məsələdir. Biz bununla bağlı da
indi iləridəki dəqiqələrdə maraqlı bir təklif verməyə hazırlaşırıq. Yəni sizin satış həcminin bir qədər az olması narahat edirmi? Çünki biz hələ 6 ayda sizin sifarişlərin 50%-ni çatdıra bilməmişdik. Bizim satış həcmi ilə bağlı bir problem olduğunu düşünmürük. Çünki biz yetərincə nüfuzlu bir şirkətik və siz də qeyd edərsiniz ki, 15 filialımız var və sifarişlərimizin də olduqca çox olduğunu düşünürük. Bizim şikayətimiz o oldu ki, sizə də qeyd etdiyimiz kimi çatdırılmalarda gecikmələri və keyfiyyət problemlərinin satış həcminin aşağı saldığını düşünürük. Yəni satış həcmi həmin problemlərin başlandığı andan sonra aşağı düşüb. Sizin nəzərə alan ki, işin mübahisəsi odur ki, ilk 6 ay ərzində bizim tərəfimizdən qüsursuz şəkildə xidmət göstərilib. Əgər satışda çox normal şəkildə olsaydı, yəni sifarişlərin həcmi normal olsaydı, biz avtomatik olaraq 48%-dən daha çox hədəfə çatmış olacaqdıq. Yəni bizim dediyimiz odur ki, faizin daha az olması bizdən qaynaqlanmayan səbəblərdən də irəli gəlir. Əlbəttə biz burada başa düşürük ki, problem yalnız satışların az olmağına bağlı deyil, lakin bu da bir faktordur və mən istəyirəm ki, həmçinin rəhbərliyimizlə bizim əvvəlki müzakirədə bu qənaətə gəldik ki, biz bir razılıq qoyaq ki, ortaya. Burada hər iki tərəf üçün bir qazanc situasiyası olsun. Bununla bağlı biz əlbəttə bizim əsas şərtlərimiz var, lakin biz də əsas şərtləri sizlə danışdıqca o əlavə sizə çox cəlbedici bir şərti ortaya çıxaracağıq. Xoş olardı ki, biz sizin bununla bağlı şərtinizi və təklifinizi eşidək, yəni buna görə bir artıq davam etsin. Siz təklifinizi deməzdən əvvəl mən bir məsələni dəqiqləşdirim. Mən belə başa düşdüm ki, biz 16% komissiya haqqının saxlanması ilə bağlı ortaq bir razılığa gəldik. Bəli. Siz də razılaşdınız 16%. Amma biz dəbbə pulla bağlı da demişdik. Dəbbə pulu ilə bağlı 15%. 15% razısınız. Əgər çatdırılmanın gecikdirilməsi halında. Bununla bağlı sizin də fikriniz də bununla bağlı kiçik bir müəyyənləşmə apara bilərik. Bəli, buyurun. Biz belə düşünürük ki, 10%lik dəbbə pulu qaydasının müəyyənləşdirilməsi daha məqsədə uyğundur və sizə münasibətdə də digər öhdəliklərin icrasının pozulması halında da eyni qaydanın tətbiq olunmasını razılaşdıra bilərik. Əlbəttə, sizin tərəfinizdən də irəli sürülən variantlar nəzərə almaq ola bilər ki, siz təklif irəli sürə bilərsiniz ki, bu müvafiq öhdəliyin icrasının pozulması halında sizin tərəfinizdən də 10%lik dəbbə pulunun ödənilməsi nəzərdə tutulacaq. Mən ona əlavə etmək istəyirəm ki, rəhbərimizin sözünə bu 10%lik nəzərdə tutduğumuz, yəni bizim həmin qüsurlu icra anlarındakı 16%lik komissiya haqqımızın 10%-ə salınmasıdır. Çünki biz belə deyək, yerdə onsuz da bizim 16%-in hamısı qalmır. Yəni burada maaş və yanacaq xərcləri çıxarılanda bizim 7-8% gəlirimiz qalır. Biz yəni bu geri qalan gəlirimizi sizin narahatlıqlarınızı qarşılamağa hazırıq. Lakin əlbəttə şirkət rəhbərimizə bildirdiyi kimi biz müqavilə dəbbə pulunun qarşılığını nəzərdə tutmuşduq və ola bilər ki, biz birbaşa dəbbə pulu kimi sanksiya nəzərdə tutmayaq, lakin digər növbəti şərtlərdə bununla bağlı siz tərəfdən bir ödəniş mexanizmi razılaşdıra bilərik. Ümid edirik ki, müsbət yanaşarsınız. Bəli, biz komissiya haqqı dediniz ki, 16%-dən əgər ki, öhdəliyinizi, yəni icra olunmaması, şikayət daxil olacağı təqdirdə qeyd etdiniz ki, 10% sala bilərik. Yəni bir növ oradakı 6% sanki sanksiya kimi öz gəlirlərindən imtina edirlər, özlərinə qarşı bir ziyan kimi. Eyni şəkildə də dəbbə pulu. Gəlirimizlə xərcimiz bərabərləşir həmin situasiyada. Cərimə kimi. Eyni şəkildə dəbbə pulunun da 10% dediniz ki, bizim də eyni şəkildə hər hansı bir tərəfdən şikayət daxil olsa, biz də 10% dəbbə pulu ödəyək. Biz, yəni sizin şikayətiniz belə deyil, biz sizin sadəcə məhsulunuzu çatdırırıq, yəni məhsulun keyfiyyətimizdən soruşmurlar. Biz digər şərtlərə münasibətdə belə bir ödəniş mexanizminin nəzərdə tutulmasını nəzərdə tuturuq. Yaxşı. İndi bu hissədə razılaşma var. Bir də biz bəs məlum məsələ idi ki, müqavilə bağlanmışdı, əlavə müqavilə idi. Bununla bağlı satış hədəfi qoymuşdunuz qarşınızda icra etmək üçün. Satış hədəfinin tamamlanmasına bağlı nə təklifiniz var? Çünki biz təklif edirik ki, satış hədəfi tam şəkildə 19% kompensasiya bizə ödənilsin. Biz bununla bağlı da belə bir hal qəbul edə bilərik ki, biz istədik eksklüzivlik məsələsini müzakirəyə açaq. Çünki burada da bizim yəni bir güzəşt variantımız var ki, yəni biz ola bilər bu qarşı tərəfin istədiyi 19% kompensasiyanı qarşılayaq. Biz başa düşürük, indi ola bilər biznes mühitidir, problemlər çox olur. Lakin burada güzəştlər də olmalıdır ki, davamlı olsun. Biz
əlbəttə gözləmirdiksin bütün tərəflərin müqavilə bağlanması. Çünki bu iki tərəfli münasibətdir. Lakin biz hesab edirik ki, bunu hamımızın marağına uyğun şəkildə həll edə bilərik. Biz müqavilədəki ekskluzivlik şərtini qismən ekskluzivliyə ilə əvəz edə bilərik. Bununla bağlı konkret təklifimiz nə yöndədir? Biz istərdik ki, inşallah biz istərdik ki, digər tərəflə əməkdaşlıq sizdə belə olsun ki, işin çatdırmanın pik vaxtlarında, əlbəttə bu bizim platformamızda göstərilir, yəni çatdırmanın nə vaxt artdığı, çünki bizim data analitika departamentimiz daim bu statistikalar üzərində işləyir. Belə bir pik anda sifarişlər sizin digər əməkdaşlarınız tərəfindən icra olunsun, lakin belə deyək, biz daim platformamızda o pik vaxtları müəyyən edirik. Biz arzulayardıq ki, bu qarşı tərəfdə öz çatdırılmalarını bizim platformamız üzərindən icra eləsin. Ki, orada artıq pik olanda biz onlara yönləndirək çatdırmaları. Həmçinin, yəni siz də oradan görəsiniz, onların nə vaxt necə çatdırırlar və bununla bağlı biz dəbbəqbulu, yəni sizin müqavilə pozuntusuzla bağlı dəbbəqbulu hansı bir fikrimiz yoxdur. Lakin istərdik ki, digər tərəfin bizim platformamız üzərindən sifarişləri çatdırılmasına görə, yəni, çünki biz interface sizə təqdim edirik. Bununla bağlı 8 faiz kimi bir komissiya haqqı müəyyən olunsun. Bir də zəhmət olmasa komissiya haqqı ilə bağlı hansı formada? Biz ekskluzivliyi qismən ekskluzivliyə endirə bilərik. Bəli, 8 bununla bağlı necə? Yəni, çatdırmanın pik vaxtlarında biz sifarişlərin çatdırılmasının bir hissəsini digər tərəfə ötürə bilərik ki, bütün çatdırmalar təmin olunsun. Lakin bizim platformamızın istifadə edildiyinə görə çatdırılmanın dəyərindən 8% kimi məbləğ bizə komissiya kimi ödənilsin. Onların çatdırılmasının dəyərindən həmçinin isə 8%-dir? Ümumi çatdırılma dəyərindən. Onlar fəaliyyət göstərəcək, amma sizə də komissiya haqqı ödənilsin. Bəli, yəni bizim interfeysimizdən istifadə olunacağına görə. Çünki sizin də burada artıq baxa biləcəksiniz, nə vaxt gəldi, nə vaxt götürdülər. Əslində mən bildirmək istərdim ki, bu eyni şəkildə ekskluzivlik şərt də bizim bugün əsas maraqlarımızdan biridir, çıxarılması hansı ki istiqamətində. Və öncə xoş olardı ki, əgər qarşı tərəfdə razıdırsa, biz mediatorla öncə təkbətək bu barədə müzakirə edək, sonra ümumi maraqımızı ifadə edək sizin təklifinizlə də bağlı. Sizi zəhmət olmasa qonşularla alaq. Ekskluzivlik 5 aydan sonra çünki təsəvvür 10 dəqiqə. Mən əvvəlcə sizin digər kuryer şirkəti ilə belə deyək, əməkdaşlıqda nə dərəcədə maraqlı olub-olmadığınızı dəqiqləşdirmək istəyirəm. Biz də bu barədə sizinlə danışmaq istəyirdik. Biz belə ki, hal-hazırda biznes sahəsindəyik və biz nüfuzlu bir şirkət olduğumuza görə bizə bir çox çatdırılma şirkətlərindən təkliflər gəlir. Hansı ki, biz hal-hazırda ən yaxşı təklifi müzakirə etmək mərhələsindəyik. Yəni bizim qabağımıza verdiyim bir neçə təkliflər var və yaxşı təkliflərdir kifayət qədər. Ona görə də biz ekskluzivlik şərtinin tamamilə çıxardılmasını istəyirik. Çünki nəzərə alın ki, çatdırılmalarda ciddi gecikmələr baş verib, keyfiyyət problemləri baş verib və buna baxmayaraq yenə də əlavə komissiya haqqı istəyirlər, yəni ekskluzivliyin nisbətən azaldılmasını istəyirlər, amma ekskluzivliyin çıxardılması bizim üçün daha yaxşıdır. Həmçinin bir fakt da bölüşüm sizlə, hal-hazırda biz filialların çoxaldılması barədə fəaliyyət planımız var və bir çox investorlarla görüş təşkil edirik. İnvestorlar da bizə yatırım edəcək şirkətlər bizə belə bir məsləhət görürlər ki, bir yox, artıq kifayət qədər Azərbaycanda yayılmış bir şirkət olduğumuz üçün, filiallarımız çox olduğu üçün bir yox, bir neçə çatdırılma şirkətləri ilə müqavilə bağlamağı bizə daha məsləhət görürlər. Çünki özləri də yatırım edir, onların da fikirləri bizim üçün çox önəmlidir. Yəni biz ekskluzivliyin qismən yox, tam şəkildə çıxarılmasını istəyirik müqavilədən. Onda belə başa düşdüm ki, sizdə əməkdaşlıq etdiyiniz kuryer şirkətini sizin növbəti, belə deyək, perspektivdə olan genişləndirilmiş fəaliyyətinizdə yetərli olmadığını düşünürsünüz. Bəli. Düzdür. Amma eyni zamanda partnyorluqda davam edirik. Bəli, əməkdaşlığı davam etdiririk. Sadəcə olaraq artıq bizim satışlarımızın çoxluğu və nüfuzumuzun çoxalması səbəbilə filiallarımız da artır, satışlar da artacaq.
Və onlar narahatdırlar ki, onların belə deyim də, gəlirləri azalacaq. Amma təbii ki, azalmayacaq. Bizim satışımız artdıqca onların da gəlirləri artacaq təbii ki. Və buna görə də biz artıq düşünürük ki, çoxluq səbəbindən çatdıra bilməyəcəklər. Onsuz da indi çatdıra bilməyəcəklər. Yəni ona görə düşünürük ki, daha yaxşı olar ki, biz başqa çatdırma şirkətlərindən əməkdaşlıq edək. Bu şirkətlə əməkdaşlığı davam etdirmək üçün hansı güzəştlərə hazırsınız və ya ümumiyyətlə indiki etdiyiniz güzəştlərdən əlavə hansısa bir güzəşt etməyi düşünürsünüz yoxsa? Biz ümumiyyətlə kompensasiya ilə bağlı danışdıq. Əgər ki, qarşı tərəf razılarsa ekskluzivlə bağlı biz kompensasiyanın məbləğindən müəyyən qədər güzəşt edə bilərik. Kompensasiyanın məbləği? Bəli, 228.000 komissiya məbləğindən? Yox, ümumi 19%li hədəf satış evi tamamlanmamışdı. Biz ondan kompensasiya tələbi irəli sürdük. Və biz ondan müəyyən güzəştlər edə bilərik, əgər ekskluziv təklifinə razılıq əldə olunsa. Tamam. Bu danışığımızdan qarşı tərəfə çatdırmaq istədiyiniz məsələlər və hansı hissəndən? Sadəcə o filialların çoxaldılmasının hissəsinin, digərləri yox. Üzr istəyirəm. Digər kuryer şirkətləri ilə əlaqə saxlamaq, partnyorluq etmək perspektiviniz haqqında qarşı tərəfə məlumat verə bilərəm? Bəli, biz bununla bağlı istərik. Bir də eyni zamanda qarşı tərəfin narahatçılığı satışların azalmasına bağlı olacaq, sifarişlərin azalması. Biz onlara belə bir təminat veririk ki, biz filiallarımızı artıranda eyni şəkildə yenidən çox sifariş verəcəyik onların platforması. İndiyə qədər hansı həcmdə sifariş vermişsinizsə, o sifariş davam edəcək, bəli. Daha çox olacaq. Bəli. Bu daha çox ola bilər. Bəli. Bu məlumatı da qarşı tərəfə verə bilərəm. Bəli, bəli. Təbii ki. Müzakirə etmək istədiyiniz bir şey yoxdur. Xeyr. Çox sağ olun. Onda icazə versəniz, mən qarşı tərəflə də təkbətək görüşdə bu məsələləri müzakirə edeyim, sonra sizə. Bu davam etdirmək niyyətindədir və inanır ki, gələcək sifarişlərdə gecikmə və s. olmadan sizinlə davam etdirə biləcək əməkdaşlığı. Amma bir məsələ də var, tərəfin öz, belə deyək, kommersiya həcmini, satış həcmini genişləndirmək üçün bir neçə proqramı var və artıq hesab edirlər ki, sizin, belə deyək, xidmətləriniz, sizin, belə deyək, kapasitəniz buna imkan verməyəcək ki, bütün sifarişləri, satışı tam həcmdə çatdırılmağa təmin olunsun və bununla bağlı başqa bir kuryer şirkətləri ilə də, hətta indiki müqavilə bağladıqları ilə deyil, başqa kuryer şirkətlərində bu işə cəlb etmək istəyirlər. Amma bir məsələni də mənə bildirdilər ki, sizinlə indiyə qədər olan satış, sifariş həcmini dəyişdirməyəcəklər, əksinə daha da artırmaq niyyətindədirlər. Bu məsələləri nəzərə alaraq və hətta onlar 19%lik kompensasiya tələb ediblər, o kompensasiya həcmində də güzəşt etmək niyyətindədirlər. Bütün bunları nəzərə alaraq siz öz mövqeyinizdə hansı dəyişikliyi etmək istəyirsiniz? Ümumiyyətlə düşünürsünüzmü öz mövqeyinizdə hansısa bir dəyişiklik edəsiniz və ya hansısa bir yeni güzəşt verəsiniz? Nəzərə alsaq ki, onlar da kommersiya sahəsində fəaliyyət göstərən subyektlər, onların da öz maddi maraqları var, öz fəaliyyətlərini genişləndirmək istəməklərini də başa düşürük. Biz belə bir şey eləyə bilərik ki, onların partnyorluq eləmək istədiyi şirkətdə bizim də partnyorlarımız olsun. Onda onlar bizim platformamız vasitəsilə bütün sifarişləri həyata keçirsinlər. Bir tərəfdən həm biz qazanaq, həm də onlar qazansın. Bayaq, üzr istəyirəm, bayaq o təklif gələndə mən saxlamadım prosesi, amma siz indi bir daha bu məsələnin üzərində dayanırsınızsa, baxın, biz üçüncü şəxslərin, üçüncü şirkətin sizin platformadan istifadəsi məsələsindən danışırıq. Burada o üçüncü şəxsin marağı məsələsi var. Biz əgər burada razılaşma əldə etsək, gərək onların da fikrini öyrənək, onların da razılığını öyrənək ki, sizin platformadan istifadə etmək istəyirlərmi? Əks halda biz onları prosesə cəlb etmədən onların maraqlarına toxunan məsələ ilə bağlı yekun qərar verə bilməyəcəyik. Hər bir halda prosesi davam etdirək, danışıqları davam etdirək. Əgər zərurət olarsa, biz həmin şirkətdə cəlb edərik. Biz də burada nəzərə alsaq ki, ekskluzivliyimizdə güzəşt edirik. Yəni bu biz bir növ rəqabəti digərləri üçün də açırıq və bu da bizim
mənfəətlərimiz üçün bir təhlükə yaradır istər-istəməz. Biz başa düşürük, yəni qarşı tərəf Əgər- sifarişlərini artıracaq. Sadəcə yəni biz də bunu güzəştdə edirik. Ona görə istərdik ki, Başa düşün. Qarşı tərəfin bununla bağlı mövqeyi odur ki, onlar təminat verir ki, sizin sifariş həcminiz azalmayacaq, əksinə artacaq. Əgər belə bir təminat olarsa, siz eksklüzivliklə bağlı belə deyək, tələbinizi daha da yumşaltmaq haqqında düşünmüsünüz yoxsa? biz zaten yəni o istiqamətə çıxış edirik. Ya eksklüzivlik tamam aradan qaldırılmalıdır. Yəni bu bizim üçün arzu olunmazdır. Ya da ki, yəni qismən eksklüzivliyi ilə əvəz edək ki, yəni biz də bundan çox əziyyət çəkməyək. Və dediyiniz kimi qarantiya verirlər, lakin bununla bağlı konkret bir məsələn məbləğ irəli sürürlərmi? Və yaxud məsələn qarantiya müqaviləsində imzalanmaqla bağlı fikirləri varmı? Qarantiya müqaviləsi. Mən bunu qarşı tərəflə müzakirə edərəm, qarantiya məsələsini. Mənə bir şey maraqlıdır, fikrinizi öyrənmək istəyirəm. Digər daşıma şirkətinin sizin platformadan istifadə etməsini israrla belə deyək, tələb edirsiniz. Burada sizin marağınızı mən öyrənə bilərəm. Sizin marağınız nədən ibarətdir? Biz başqa şirkətlərlə əməkdaşlıq edirik. Onlara münasibətdə ekskluziv qaydasını tətbiq edirik. Artıq onlar tərəfindən bu qaydadan kənar çıxmaq bizim əməkdaşlıq etdiyimiz digər şirkətlərdə sui-istifadəyə meyillik halını yarada bilər. Ən azından biz deyirik ki, digər üçüncü şəxslər də bizim platformamızdan istifadə etsinlər. Digər şəxslərdə bizim fəaliyyətimizlə bağlı neqativ təəssürat yaramaz. Yəni bizim çox... Sizin, onda mən belə başa düşdüm ki, indiki proqram təminatınız çatdırılmanın məhz hansı kuryer vasitəsilə edilməsini müəyyən etməyə imkan vermir. Yəni biz artıq da biz onsuz da yəni proqram təminatı üzərində tamamlı işləyirik və əgər qarşı tərəf bundan razılaşsa, biz yəni onlara artıq imkan verərik ki, sifarişlərin həddən çox olduğu vaxtdan özləri müəyyən etsinlər, məsələn, digər alternativ şirkətlər necə çatdıracaqlar. Həmçinin burada bizim qarşılıqlı bir-birimizdən gözləntilərimiz var da satış həcmi ilə bağlı. Biz məsələn hesab edək ki, satış həcmini biz deyirik ki, siz bizə bu qədər təminat vermişdiniz. Yəni bizdə şübhə yarana bilər ki, onlar satışın qalan hissəsini digər şirkətlərə verirlər, yəni qarşılıqlı əminlik olsun. Aydındır. Mən bir daha o məsələnin üzərinə qayıtmaq istəyirəm. Əgər proqram təminatını yeniləsəz, siz dediniz davamlı yenilənmə gedir. Proqram təminatını yeniləsəz və çatdırılmanın məhz sizin kuryer tərəfindən həyata keçirildiyini dəqiqləşdirməyə imkan verən bir vəziyyətə gətirsəz və siz qarşı tərəfə göstərə bilsəz ki, filan pik saatdakı çatdırılma mənim kuryer tərəfindən deyil, qarşı tərəfin kuryeri tərəfindən uğursuz çatdırmadan gedir söhbət. Bunu sübut edə biləcək səviyyə çatdırsaz təminatı. Yenə də o fikirdəsiniz ki, üçüncü çatdırma şirkəti sizin platformadan istifadə etsin. Yəni hər bir halda biz düşünürük ki, üçüncü şəxslər bizim platformamızdan istifadə etməlidirlər ki, bizim reputasiyamız zədələnməsin. Biz sizin dediyinizlə bağlı şeyi vurğulamaq istəyərdik. Yəni biz zəmanət veririk ki, bizim öhdəliyimizin qüsurlu icrası hallarına bağlı, yəni biz yəni zəmanət veririk ki, tərəfimizdən olacaq qüsurlu icraya bağlı mən tam məsuliyyət daşıyıram. Yəni biz buna bağlı vicdanlı tərəf kimi çıxış edə bilərik. Yəni amma gərəyin həcətlərinə məsuliyyət daşıyacaq. Zaten bunun üçün sanksiya qaydası da müəyyənləşdirilir. Aydın. Qarşı tərəf qarantiya versə ki, sifariş həcmi azalmayacaq və əksinə artacaq. Bu halda sizin konkret güzəştinizi mən öyrənim, qarşı tərəfə çatdırım. Yəni siz dediniz ki, güzəşt etməyə hazırsınız, ona görə mən sizdən güzəşti soruşuram. Yəni biz bir növ dedik ki, güzəştimiz odur ki, üçüncü şəxslərlə partnerlik eləyə biləcəklər. Biz buna yol açırıq. Bəli. Həmçinin biz onları yəni bu proqram təminatı xərclərindən də azad edirik. Və bununla bağlı biz əlavə etmək istəyirik ki, bizim əvvəlki müqavilənin yaranan bir problemimiz də var və onu rəhbərimiz çatdırsın. Yəni hüquqşünasının da qeyd etdiyi kimi bizim dəbə pulunu tələb etmək kimi bir hüquqi əsasımız yaranıbdır. Biz bundan güzəşt edə bilərik. 30%lik biz ilkin olaraq dəbə pulu tələbini irəli sürmüşdük. Dəbə pulundan imtina edə bilərsiniz bu halda. Gözəl. Mən bir də qarşı tərəflə görüşüm və hətta istəsəz elə bircə görüşdə bu məsələni artıq həll edə bilərik. Hesab edirəm artıq bizim təkbətək görüş üçün bir ehtiyac qalmadı. Siz də razısınız, bircə görüşdə bu sizin təkliflərinizi bir yerdə müzakirə edirik. Hətta ola bilər ki, çox üzr istəyirəm, son olaraq yəni biz bu 8% tələbi 5% qədər də yəni endirə bilərik güzəşt kimi. 8%lik platformadan istifadə xərcini.
Amma yəni bizim tərəfimizdən də bəzi təkliflər irəli sürüləcək. Ona uyğun olaraq 19%lik hissədən edilən güzəştin biraz da artırılmasını xahiş edə bilərik onlardan. 19% kompensasiya Bəli, onun dedilər ki, azaldılacaq. azaldılması. Biz elə maraqlı təkliflər irəli sürəcək ki, bunun biraz da azaldılmasına səbəb olur. Onda gəlin birlikdə bu məsələni bir də müzakirə edək. Qarantiya istəyir. Bu qarantiyanı vermək nə dərəcədə Belə deyim də, biz öz şirkətimizin nüfuzuna və gələcəyinə güvənirik. Yəni, hal-hazırda belə deyim, fəaliyyət planımızda çox böyük planlarımız var. Biz sizə qarantiya verə bilərik bununla bağlı ki, sizin gələcəkdə biz artıq filiallarımızı artırdıqca, təbii ki, belə deyim də, bizim sahə elə bir sahədir ki, hər bir yaş qrupundan insanın maraqında olan bir sahədir. Yəni, buna heç vaxt maraq duyulur. Buna görə də biz artıq filialları böyütdükcə, insanların marağını daha çox cəlb etdikcə, təbii ki, satışlarda da artım olacaq və satışların artımından da qarşı tərəfdə yararlanacaq. Onda belə başa düşdüm ki, 1.200.000-lik sifariş həcminiz növbəti müqavilə müddətində də qüvvədə olacaq, ən azı, elədir? Bundan sonraki müqavilə müddətlərində tamamlanmasına bağlı deyirsiniz. Artıq o müddət, bizim əlavə müqavilə müddəti bitib. Yenilənməsində artıq. Sizin təklifinizdir bu? Əgər müqavilə yenilənərsə 1.200.000-lik minimal sifarişi siz qüvvədə saxlayırsınız. Mediatorumuzdan bir şey xahiş edərdik, üzr istəyirəm. Yəni biz qarşı tərəfdən sifariş həcmi ilə bağlı bir qarantiya istəyirik ki, yəni ən azı bu həcmə qədər O qarantiyanı vermək xanım dedi ki, problem deyil. O qarantiyanı vermək. Konkret nə ilə müəyyənləşdiririk bu qarantiya? konkret məbləğ məsələn irəli sürə bilərmisiniz? Belə bir şey deyim sizə, biz gələcəkdəki sifariş həcmini müəyyənləşdirməzdən qabaq tamamlanmamış sifariş həcminin necə qarşılanacağı barədə danışsaq məncə daha uyğun olur. Çünki sizin hal-hazırda bizə 19% kompensasiya belə deyim, daha uyğun olur verməyiniz. Başa düşdük. Bununla bağlı nə fikriniz var? Kompensasiya. Biz bununla bağlı o getmək istərdik ki, biz hazırda əvvəldən niyyətimizi qeyd etmişdik, işin hallarında göründüyü kimi. Bizim marketing fəaliyyət göstərmək niyyətimiz də var və biz artıq bununla bağlı yəni demək olar ki, danışıqların sonuna yaxınlaşırıq. Bir isə böyük marketing şirkətləri ilə danışırıq. Bizim eyni zamanda yəni bazardakı digər kuryer şirkətlərində siz demək olar hər yerdə reklamlarına rastlaşa bilərsiniz. Biz də artıq o şirkətlərdən, yəni hər yerdə görünən şirkətlərdən biri halına gələcəyik və biz istərdik ki, belə bir qarşılıqlı qazanc situasiyası yaradaq və sizi də bu tərəflərin müqavilə münasibətimizə tərəf kimi dəvət edək. Yəni burada artıq sizin də satışlarınızın böyük dərəcədə artması ehtimal olmalıdır. Çünki biz öz reklamımızın daxilində sizin də məhsullarınızı reklam edə bilərik. Və buna münasibətdə yəni siz nəzərə alın ki, yəni populyarlıq baxımından biz bir çox sosial şəbəkələrdə bu reklam fəaliyyətini göstərsək, artıq o dediyimiz hər əvvəlki bir kompensasiya məbləği var idi. Yəni onu demək olar ki, siz bəlkə də qat-qat artığını əldə edə biləcəksiniz. Bu səbəbdən xahiş edərdik ki, biz o məbləği mümkünsə 8-9%-ə qədər endirəsiniz. Yerdə qalan məbləğlə bağlı danışa bilərik. Bir də ki, bir məsələ əlavə edirəm. Bu marketinq xidmətlərinin göstərilməsi sizin üçün çox əlverişli olacaq. Nəzərə alsaq ki, sifarişlərin sayı artacaq. Biz sadəcə bu sifarişlərdən müəyyən bir komissiya haqqı alırıq. Amma böyük bir hissə sizə gəlir olaraq qayıdır. Nəzərə alsaq ki, siz əlavə partnyorlarla da əməkdaşlıq edəcəksiniz. Sifarişlərin artması artıq sizin onlarla olan əməkdaşlığınızın da daha da sağlamlaşmasına səbəb olacaq və sizin reputasiyanızı çox böyük şəkildə artıracaqdır. İndi mən münasibətimi bildirmək istəyirəm. Belə ki, marketinq xidmətlərinin göstərilməsinə bağlı biz onu da təklif verəcəyik. Belə ki, bizim də təbii ki, əlverişlidir, amma bu gələcəyə dair planlardır. Bizim hal-hazırda əlavə müqaviləmizin müddəti bitib və bizim arada 19% boşluğumuz var və bizim hesabatımıza görə bizim illik qazancımız xeyli aşağı düşüb. 19%, yəni 1.200.000 19% çox böyük bir məbləğdir. Bu ona görə biz əvvəl gərək köhnə münasibətləri bərpa edək ki, artıq gələcəkdəki münasibətlərə təbii ki, daha böyük qazanclarla girə bilərik. Amma siz gəlin həmin o kompensasiyanın nə qədərini ödəyə bilərsiniz, bununla bağlı bizə münasibətinizi bildirin. Və qeyd etmək istərdim ki, o marketinq xidmətlərlə bağlı, əgər ki, siz qeyd etdiniz, satışların həcmi artırılacaq və bizə dəstək olacaqsınız, biz bundan sonraki münasibətlərimizdə hətta komissiya haqqının artırılması barədə də danışa bilərik. Əgər ki, həqiqətən də bizə bu fayda verəcəksə, marketinqlə bağlı məsələlər, əməkdaşlığımız uğurlu olacaqsa, amma bundan əvvəl biz də kompensasiyanı həldə tələb etməyə davam edirik. Biz çox gözəl başa düşürük. Lakin onu nəzərə alaq ki, sifarişdən bu həcmdə icra olunması, yəni biz qarşılıq problemləri hallandırmalıyıqsa, yəni
İlk 6 ayda bizim qüsursuz icramız işin mübahisə olması faktıdır və burada artıq sifarişlərin həcmi 50% keçməyibsə, deməli görünür ki, hər iki tərəfin özündəki boşluqları düzəltməsinə ehtiyac var. Yəni bu istərsəməz bizim də mənfəətimizə ziddir, çünki biz də istəyirik daha çox satış çatdıraq. Bu səbəbdən biz istərdik ki, burada qarşılıqlı güzəştlərə getməyə maraqlı olaq, çünki biz əldən çıxmış faydanın məbləğini burada gələcək münasibətlər üçün də bir razılaşdıra bilməsək, heç kim, yəni nə bizlə siz istəməzsiniz ki, məhkəmə yolu ilə həll edək. Bu səbəbdən bunları nəzərə almanızı rica edərdim. Bir də komissiya faizinin artırılmasından bağlı biz sizin xoş nəfizdən ötürü çox təşəkkür edirik. Belə, siz digər məsələn, kuryer şirkətlərlə hansı məbləğdə komissiya faizini verməyə planlayırsınız və biz nə qədər artırmağa nəzərdən keçirirsiniz? Mən münasibət bilmək istəyirəm. Belə ki, əlavə müqavilə bağlandıqda artıq müəyyən bir müddət keçmişdi və əlavə müqavilənin bağlama səbəbi o idi ki, ekspres kuryer əvvəlki müqaviləmizi, əvvəlki əməkdaşlığımızı çox uğurlu gördüyünə görə ki, hansı ki, burada satışların azlığından söhbət gedə bilməz. Çox uğurlu gördüyünə görə artıq gördük ki, satışlar çoxdur və gəliri də çoxdur. Ona görə əlavə müqavilə imzaladıq. Görün, bizə nə qədər güvənirsə bizim satışlarımıza. Üzərlərinə 1.200.000 manat məbləğində öhdəlik götürdülər. Yəni, burada belə deyim də, bizim heç bir düzəldə biləcəyimiz bir şey yoxdur. Əksinə biz sizə belə deyim də, garanti verirdik ki, onsuz da çox idi, lap da çox olacaq. Yəni, bununla bağlı bizim satışlarımız azlığıyla bağlı heç bir problem ola bilməz. Yoldaşlar, biz əvvəlcədən razılaşdığımız vaxt əslində tamam olubdur. Belə bir təklifim var. Biz danışıqları, lakin növbəti günə və ya növbəti həftəyə keçirək və eyni zamanda tərəf israrlıdır. 3-cü əməkdaşlıq edəcəyiniz kuryer şirkətinin onların platforması üzərindən çalışmasını, fəaliyyətini. Biz etiraz eləməsəz, əgər həmin şirkəti də cəlb edərik, çünki biz onun maraqları ilə bağlı bir daha qeyd edən məsələni müzakirə etməli olacağıq. Razısızsa biz prosesi burada dayandıraq. Mən əslində bütün qeydlərimi götürdüm. Biz gələn sessiyada artıq tam qaldığımız hissədən davam edəcəyik. Təşəkkür edirəm hər birinizə. Başqa təklif yoxdur. Razılıq var. Müəyyən qədər var. Sağ olsunlar, yəni komissiya faizini razılaşdırdıq və dəfəqli ilə bağlı məsələni də Razılaşdıq. qeyd elədik. Üzrə son olaraq siz tərəfdən Gecikdiklə göstərdilər ki, artıq vaxtı bizdən. Təşəkkür edirəm. Beləliklə bizim üçün çox çətin oldu. Rəsmən bir döyüş idi, belə negotiation'dı. Yəqin real həyatda da danışıqlar belə olur da. Üstad mənim də tanınmış bu biznes hüququnun ustadlarındandır. Yəni biz onu yaşadıq, yəni o həzzi aldıq deyə düşünürəm. Ona görə ilk öncə minnətdaram sizə. Xoş bir his yaşatdınız. Hətta düzdür, şeydən biraz çox getdi, neydi? Amma ki biz onu hiss eləmədik. Yəni bizim üçün maraqlıdır ki, bu hara qədər gedəcək. Və şəxsən mediator olaraq mən Sadiq mənim yerində olmaq istəməzdim. Çünki çox belə maraqlı dəyərlər çıxdı. İlk senaryoda olmayan belə maraqlı, belə deyək də, taktik gedişlər oldu. Ona görə də bir daha sizə təşəkkür edirəm. Şəxsən ballar arası çox belə deyək də, çox xırda belə fərqliliklər var. Ona görə düşünürəm ki, burada hər iki tərəf qalibdir. Yəni bunu da səmimi olaraq deyirəm. Yəni belə deyək də motivasiya yönümlü yox, belə səmimi olaraq bunu bildirirəm. Başlayanda əslində oğlanlar daha belə təşəbbüskar tərəf olduğuna görə bəlkə də daha biraz belə fərqli bir taktik elədilər. İş adamı normal iş adamı yanaşması nədir, sonra vəkil belə deyir, topu aldı, belə maraqlı gedişlər elədi. Xanım, iş adamı xanım belə deyək də biraz daha müdafiə vəziyyətindədir başlanğıcda. Amma yəni sizin adınız yəni mən ləzzət elədi də belə deyək. Orada o əslində belə müştərimizin belə deyək o müdafiə hissəsindən nətər onu balanslaşdırdınız. Yəni o çox gözəl idi. Sonra əlavə olaraq sizin gedişatınız, yəni yeni dəyərlər yaratmanız, yəni üçüncü o nə bilim onu keçirim bizim application-dan falan bu fərqlilik idi. Həqiqətən də biznes danışıqlarında biz belə şeylərin biraz belə deyək də təəssüfkar hələ bu qədər bu səviyyədə deyil ki, belə deyək də bir biznes danışığında yeni bir üçüncü komandanın
belə qatırsan və yeni bir şey yaradırsan, bu da belə çox zövqlü bir hissidir. Bir hissə var idi. Mən məsəl üçün düşünürəm ki, bu tərəfin vəkili olsaydım, müştərimə deyərəm ki, qalxıb gedək. Bu tərəf zaten belə deyək də, bazarda əsas oyunculardan birisidir. Siz deyirsiniz ki, biz bunu eləsək, sizin reputasiyamıza daha çox xeyir ola bilər. Mən məsəl üçün digər tərəfin vəkili olsaydım, deyərdim bir dəqiqə, sən kiminlə danışırsan? Biz zaten bazarda əsas oyuncuyuq da. Yəni sənin bu hərəkətin mənim hansı reputasiyam olacaq? Düz onun xanım sonra biraz düzəltdi ki, biz onsuz belə deyək də bazarda əsas alver eləyən əsas şirkətik. Amma maraqlı girişidir. Yəni belə deyək də o girişdəki o artıq danışılan içindəki biraz artıq siz bir şəkildə bu danışıqların davam etməsində maraqlıydınız. Ona görə o xod da mənim üçün belə fərqli idi. Daha bir məsələ mediatordan istifadə, yəni belə deyək də, mən şəxsən düşünürdüm ki, burada necə olacaq, belə deyək, təkbətək görüşlərə necə gediləcək. Çünki mən də Sadiq mənim yerində olsaydım eyni şey eləyərdim. Çünki tərəflər arasında normal kommunikasiya olduğuna görə Cemal demək olar ki, müdaxilə etmədi. Yəni əsas çünki iki tərəf də aydın bilirdi ki, nə istəyir. Amma birdən mediatordan kömək istəməniz, təkbətək sizin təklif etməniz, bu da düşünürəm ki, bala biraz təsir elədi. Çünki mən belə deyək də o balımı sonradan düzəltdim belədir. Çünki o gedişə qədər belə mediatorun köməkliyindən çox istifadə eləmirdiniz və onu düzəltdiniz. O baxımdan da faydalı idi. Bu tərəf qarşılıqlı əməkdaşlıq belə bütün variantlardan çalışırdı ki, qarşılıqlı əməkdaşlıq zəmini yaratsın. Digər tərəf istəsəmə güclü tərəf idi və o şərtlərini diktə edirdi. Belə nitq məsələsində də düşünürəm ki, ümumi komanda orta idi. Yəni belə deyək də, çünki başlanğıcda iki tərəfin də nitqi biraz belə yordu. Halbuki belə deyək də, xüsusən ilk yeni başlayanda, hətta fikir verən Sadiq müəllim şey elədi, sizə tərəf dedi ki, konkret tələbləriniz nədir? Yəni çox danışdınız, amma konkret nə istəyirsiniz, nə istəmirsiniz, o biraz aydın deyildi. Ona görə Sadiq müəllim də fikir verən sizə sual verdi ki, indi təklifiniz nədir, iradə fikriniz nədir? Başqa qeydlərimlə bağlı ona ki, hamısını dedim. Olur, çox sağ olun. Amma hər bir halda minnətdaram, çox xoş oldu mənim üçün. Buyurun. Uşaqları əvvəlcə hamını təbrik edirəm. Çox maraqlı oldu, baxılması da çox zövqlü idi. Mən də bir-iki şey demək istəyirəm. Məsəl üçün, başda başlayanda çox Sadiq müəllim sizə təklif elədi ki, özünüzü təqdim eləyin və təşəbbüskar tərəf direkt özünü təqdim elədi və direkt keçdi öz təkliflərini deməyə. Düzü Sadiq müəllim sizi saxlamadı. Əslində, mediasiya prosesində yaxşı olardı ki, hər kəs özünü təqdim eləsin, tərəflər bir-birlərlə tanış olsun. Ondan sonra hər tərəf öz problemini desin, daha sonra təkliflərini desin və sonra da təkliflər müzakirə olunsun. Yəni bu qaydada davam edir. Yəni sizdə biraz direkt oldu. Qasım müəllim dediyi kimi ilk başda biraz yorucu gəldi, çünki hər kəs direkt problemi dedi və biz hamımız ona belə fokuslandıq. Çox biraz ağır gəldi. Amma sonradan öz axarına oturdu. Biraz daha elə bil ki, siz ki qabaqcadan hazırlaşırsınız, bu biraz daha şablon olur da. Amma biraz daha rola girmək olardı ki, daha təbii alınsın. Ondan sonra belə ümumi hər şey çox yaxşı idi. Mən amma nitqlərin hər iki tərəfin nitqini çox bəyəndim. Məncə qızları daha çox bəyəndim nitq hissəsində. Amma ümumilikdə hər iki tərəfin çox yaxşı idi. Nitq hissəsi hesab eləyirəm ki, düzü biraz vaxt məhdudiyyəti var idi, amma danışıqlar biraz da davam olsaydı, barışıq 100% əldə olunacaqdı. Çünki hər iki tərəf barışığa daha çox meyilli idi. Hamıya uğurlar arzu eləyirəm. Mən də hər iki tərəfə təşəkkür edirəm. Hər iki tərəf də yaxşı hazırlaşmışdı. Hər iki tərəf də öz belə deyim, maraqlarını müdafiə etməyə çalışırdılar və keçmiş problemi həll etməklə yanaşı çalışırdılar ki, gələcəkdə də öz əməkdaşlıqlarını davam etdirsinlər. Hər iki komanda da yaxşı idi. Qiymətləndirmədə, bal vermədə də çox çətinlik çəkdik. Ola bilsin ki, hansısa komandaya digərindən bal verməkdə bir balaca yuxarı verdik. Digər təklifləri və çatışmazlıqları da həmkarlarım dedi. Çox danışıq vaxt aparmaq istəmirəm. Hər iki komandanı indidən təbrik edirəm. Qalibi təbrik edirəm. Sadiq müəllim, sizi də dinləyəm məncə. Siz də əsas oradaydı vəziyyət. Mən fikrimi desəm, hansısa tərəfə mediator kimi. Prinsipi deyilənlərə qatılıram.
Bircə əvvəlki rol oyunlarında da həmişə deyirik, rol fərqi hiss olunmur. Direktor və təmsilçi. Təmsilçi hüquqşünasdır. Hər iki tərəf təqdim edir ki, hüquq şöbəsinin rəisi və ya hüquqşünas falan. Hüquqşünas bir qayda olaraq niyə təmsilçinin yanında gəlir, direktorun yanında gəlir? Hüquqi məsələləri qabardaraq, yəni öz tələbinin hüquqi nə dərəcədə əsaslı olmasını qabardaraq, qarşı tərəfi bir növ, belə deyək, üstələməyə çalışır. Hüquqşünas atakaya keçir, hüquqşünas öz mövqeyinin güclü olduğunu qarşı tərəfə sübut edir, sonra direktor başlayıb güzəşt verəndə artıq bilirsiniz necə olur? Yəni, bir addım qabağa düşürsünüz. Qarşı tərəf baxır ki, əvvəlcə geri çəkilir, qarşı tərəf, yəni tərəf fikirləşir ki, qarşı tərəfin mövqeyi həqiqətən güclüdür, iş məhkəməyə getsə bunlar həqiqətən udacaqlar. Amma sonradan da direktor bir dənə güzəşt verəndə, artıq digər tərəf onu rahatlıqla, belə deyək, qəbul edir, qəbullanır və proses uğura doğru gedir. Burada biraz o rol fərqi hiss olunmur. Hər iki tərəf, hər iki oyunçu, elə bil şirkətin direktorudur, sırf işin faktiki hallarından bu güzəşti verim, bu güzəşti verim. Yəni, hüquqşünas bir qayda olaraq güzəşt vermir də, hüquqşünas hüquqi məsələlərdə direktora kömək edir. Amma ümumilikdə mən də hesab edirəm ki, finalda qiymət vermək çox çətindir. Yəqin sizin üçün də o qədər o çətinliyi yaşamısınız. Dünən qiymətləndirəndə də o çətinliyi yaşadıq. Çox xırda. Finala yaraşır bir oyun edir, yəni deyə düşünürəm. Finala yaraşır və komandalar gəlir, bura çıxır deyə o qiyməti vermək biraz çətin olur. Uğurlar. Hər birinizi salamlayıram, sabahınız xeyir olsun. Mən Nadir Adilov, hüquqşünasam özüm, Mediasiya Şurasının İdarəyyətinin sədriyəm. Bayaq Sezər bəydən soruşdum, ona da xüsusi təşəkkür edirəm ki, az resursla, minimal imkanlarla maksimum işlər görür. Və yaşı soruşdum. Sezər bəy dedi ki, 2005 təvəllüddülər təxminən gənclər və mən öz sizi yaşlı olan vaxtımı xatırladım. Bu 94-cü il edirdi və mən də tələbə elmi cəmiyyətinin sədri idim. Eyni zamanda ikinci kursdan sonra biz bir cəmiyyət yaratmışdıq. Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və ölkənin deyərdim ən böyük, ən favorit təşkilatlarından biri idi. Hansı ki 7000-8000 biri bizim üzvlərimiz vardı və bu gün o üzvlər hər yerdədir. Hakimdilər, vəkildilər, prokurorlar, çox belə deyək, dövlətin faydalı, belə deyək, dövlətə faydalı olan insanlardır və o dövrümüz yadımıza düşdü. Yəni, biz də gənclikdə bu cür başlamışıq, bu cür formalaşmışıq. Ola bilər ki, sizi demotivasiya edən səbəblər olsun, ola bilər tədbirlərlə bağlı biraz sıxıntılarınız olsunsa, amma doğrudan da yaxşı yoldasınız və bu Cənab Prezidentin o çox gözəl bir sözü var, hansı ki, o deyir ki, mənim dövrümdə yetişən, Cənab Prezidentin dövründə yetişən gənclər, hansı ki, onlar böyüyüb, formalaşıb, onlar Qarabağ işğaldan azad etdi. Eyni zamanda o gənclər artıq, belə deyək, təhsilli, daha məzmunlu bizim cəmiyyətin lokomotividir. Bax, o gənclər sizlərsiz. Bizim niyyətimiz sizi daha önə dartmaqdır. Sabah siz mediator olacaqsınız, digər sahələrdə işləyəcəksiniz, sabah Mediasiya Şurasının sədri də olacaqsınız, digər rəsmi qurumların da rəhbəri olacaqsınız. Yəni, estafeti biz sizə düzgün ötürməliyik. Ona görə mən doğrudan da sizə dərin təşəkkür edirəm bu təşəbbüsə görə. Az resurslarla çox böyük iş görmüsünüz. Bunu da deyim, fikrimi bitirirəm. Siz yaxşı, gözəl bir mədəniyyət qoymusunuz. Mediasiya haqqında qanun da tələbi ondan ibarətdir ki, mediasiyanın bu marketinqini bizdən tələb edir. Sosial şəbəkələrdə siz, gənclərin, belə deyək, izləyicilər daha çox olur. Sizə dəstək verənlərin, belə deyək, tanıtmaqdan, göstərməkdən çəkinməyin. Onları göstərin, sizdən xahiş edir. Misal üçün, bizim burada 3 təşkilat loqosu orada təmsil olunur, 2 hüquq şirkəti loqosudur, səhv eləmirəm. Bu marketinq üçün çox önəmlidir. Yəni, baxın, bu adamlar bura investisiya edir, o mənada ki, az resursları ilə, kiçik imkanları ilə, ofisləri ilə, sayırlar. Və bu bir mediasiya mədəniyyəti yaradır. Bu, gələcəkdə sizə daha böyük investisiya, belə deyək, mədəniyyətini yaradır. Bizim bir səhv atalar sözü var, mən bunu tam məsuliyyətimlə deyirəm. Çox kökündən səhv bir atalar sözüdür. Deyir, yol böyüyün, su kiçiyin. Yol da kiçiyin olmalıdır, su da kiçiyin olmalıdır. Yəni, böyük imkan tapıb kiçiyə yol göstərməlidir. Yəni, o yolu bir dəfə zaten gedib. Ona görə də biz düşünürük ki, yol sizindir.
Siz estafeti alın, bir gün ayrıca bir görüş də təşkil eləyərik. Belə deyək, sizin belə deyək, lider qrupla digər şirkətləri cəlb eləyərik. Şükür, hər şey var. Sadəcə yetər təşəbbüs olsun. Mən təşəkkür edirəm bizim ekspertlərə. Çox sağ olun. Vəfa xanım sağ olun, Qasım həm sağ olun. Bəlməm sağ olun, Sadiq mənim çox sağ olun, doğrudan da əmək vermişsiniz və komandaları təbrik edirəm və nəhayət buradakıların hamısını təbrik edirəm. Mən sizə dərin təşəkkür edirəm, çox sağ olun, çox xoş oldu və yeni proyektlərin əsasını qoydunuz. Sabahınız xeyir, mənim adım Ruslan Muxtarovdur, vəkiləm, hüquqşünasam, SM Hüquq şirkətinin təsisçisi və idarəçisi partnyoru, BM Morrison Partner şirkətində vəkiləm. Çox sağ olun ki, dəvət elədiniz. Mood courtlar və mood court formatında olan bütün təşkilat olunmuş tədbirlər böyük maraq doğurur. Mən hüquq şirkətində işləyərkən və hüquq şirkətinin rəhbəri olarkən ümumən düşünürəm ki, mood courtlar məhz hüquq şirkətləri tərəfindən təşkil olmalıdır. Çünki burada bizim birbaşa olaraq marağımız var. Biz mood courtlara baxaraq yaxşı gəncləri, hüquqşünasları, potensial hüquqşünasları seçirik və əslində mood court böyük intervyudan da daha faydalı olur. İntervyu zamanı sən 2-3 sual verə bilərsən, nəsə ancaq real işdə məhz mood courtda bacarığı nümayiş olunur. Çox sağ olun ki, mənə dəvət elədiniz. Mediasiyanın özüm xüsusən kommersiya işlərində mediasiyanı həmişə Qasım mənim özdə bilir, bəyənirəm və mediasiya olandan bəri deyərdim ki, 10 işin 8-ini mən mediasiyada çalışıram ki, uğurla bitirim və bu da olur. Çünki kommersiya xüsusən də indiki halda da biz müşahidə edirik. Kommersiyanın əsas məqsədi işi davam eləməkdir. Əgər iş məhkəməyə gedirsə, deməli hər iki tərəf uduzdur. Bütün hallarda kim qalib gələrsə, məhkəmə işin nəticələrindən, onun reallaşmasından çox şey asılıdır. Ancaq mediasiyada çox zaman hətta işlər davam olunur. Nəsə narazılıqlar olur, bitirib, biz indi mediasiyasını imzalamışıq, mediasiyasını yerinə yetirirsə, davam olacaq. Sizə də gənclərim sözüm odur ki, Nadim əmimdən sonra bütün hər şey dedi bizim adımızdan. Sadəcə hüquqşünas 24 saatlıq işdir. Hüquqşünas olmaq üçün siz daim hüquqşünas kimi düşünüb hərəkət eləməlisiniz. Və bu cür təşkilatçılığa görə çox sağ olun və hüquqşünas kimi işinizi davam eləmək istəyirsinizsə, bu bunun varis nümunəsidir. Çox sağ olun. Təşəkkür edirəm Nadir bəyə də çıxışına görə də, Ruslan bəyə də təkliflərə görə də çox minnətdaram. İndi bizim əməkdaşlar balları hesablayırlar qalibi müəyyənləşdirmək üçün. Təqribən 5-10 dəqiqə ərzində mükafatlandırma mərasiminə keçəcəyik. Hələlik təşəkkürlər. 2024 Xoyski Mediasiya müsabiqəsinin qalibi olan komanda Məhəmməd Əmir Rəsulzadə komandası. Buyurun.